Salam değerli izləyicilərimiz, hər vaxtınız xeyir. Bugün sizə 4 otaqdan ibarət 2 mərtəbəli həyət ev çəki təqdim edirəm. Çəkişə başladıq evimizin 2-ci mərtəbəsindən. 2-ci mərtəbə qalxan pilləkənlər. Pilləkənə qalxanda solda, bax burada belə bir hamamın ayaq yolsudur. Burada şkaf düzəltdirə bilərsiniz. Keçək otaqların təqdimatına. Burada birinci otaq. Qonşu ilə arası var. Təmir əladır. Yüksək keyfiyyətlə təmir olunur. Həm tikintisində, həm də ki təmirində. İri bir ikinci otaq. Və burada eyvana çıxış. Yerləşmə yeri Masazır qəsəbəsində birinci Araz marketdən yuxarıda. Marşrutun arası hardasa 200 metr. Bak buradan da 3-cü otağında eyvana çıxış. Düşə indi birinci mərtəbəsinə. Linkin altında telefon nömrəsi olacaq ki, zəng edib bu ev barədə ətraflı məlumat ala bilərsiniz. Və bu bizim birinci mərtəbə. Birinci mərtəbə boydan boya istipoldan ibarətdir. Hamısı istipoldur. Bax burada bir otaq, qonaq otağı, iri otaqdır. Və bir dənə də bax belə iri bir mətbəxdir. Mətbəxlə də gördüyünüz kimi mətbəxdə meyvələr arasında kafelərə qədər vurulur. Qonşunun arası var. Evimizin birinci mərtəbə olan hamamın ayaq yolsudur. Bax burada pilləkənin altında evin zirzəmisində düşməyə yeri var. Şey göstərim sizə zirzəmin də. Evimizin zirzəmisi. Bax beton monolitdir. Bax burada belə bir yer var. Yəni müxtəlif məqsədlər üçün buradan istifadə edilmirlər. Evin beton qallığına baxın. Qaldığımız betonu buradan dağıdıblar, ya düzləşdiriblər. Bax, belə bir zirzəmidir. Çıxan da evimizin həyətini də sizə göstərim. Monolitin qalınlığı hardasa 20 santim. Çox möhkəm tikilib. Çıxan evimizin həyətinə. Bu da evimizin həyəti. Bir də xatırladıram, Masazır qəsəbəsində birinci Araz marketdən yuxarı marşrutun arası 200 metr. Bu da bizim izləyənlər gözəlçəmiz. Belə bir 2 mərtəbədən ibarət həyət evi. Tam kubça qiymət də ki 115 min manat. Kim alsa Allah xeyir versin.